Həyata çox sərt baxmayın. Uşaq ruhlu olun. Uşaq kimi saf baxın dünyaya. Yağış yağanda narahat olmaq əvəzinə damcıların səsini dinləyin. Günəş çıxanda sadəcə işığını hiss edin. Sevdiyiniz insanın gülüşündə, bir fincan çayın istiliyində, səhər açılan səmada xoşbəxtlik axtarın. Uşaqlar həyatın dəyərini ona görə bilirlər ki, onlar hər şeyə ilk dəfə baxırmış kimi baxırlar. Biz isə öyrəşdikcə gözəllikləri görməməyi seçirik. Həyat onsuz da kifayət qədər sərtdir. İnsanlar, zaman, itkilər, ayrılıqlar özü yetərincə ağırdır. Bir də insan özünü içəridən sərtləşdirəndə ruh yorulur, qəlb susur. Ona görə də bəzən özünüzə icazə verin, səbəbsiz gülün, boş yerə sevinin, xəyal qurun, mahnı oxuyun, küçədə gedərkən səmaya baxın. Bunlar çox sadə görünür, amma insanı həyata bağlayan ən böyük səbəblərdir. Uşaq ruhlu qalmaq sadəliklik deyil, təmiz qalmaqdır. Dünyanın çətinlikləri içində qəlbini qaraltmamaqdır. Hər şeyə baxmayaraq yenə inanmaq, yenə sevmək, yenə gülümsəməkdir. Çünki böyümək yaş almaqdır, amma qocalmaq ruhunu itirməkdir. Ruhunu qoruyan insan isə neçə yaşında olursa olsun, həmişə cavan qalır. İnsan bəzən hamının doğru dediyi yoldan gedib özünü itirər. Bəzən də heç kimin anlamadığı bir seçim edib özünü tapar. Ona görə də hər qərar rahatlıqla ölçülmür. Asan görünən hər yol xoşbəxtlik gətirmir. Çətin görünən hər yol da səhv olmur. Bəzən ən çətin seçim insanın ruhuna ən çox huzur verən seçim olur. İç səsinə qulaq asan insanlar hər zaman problemsiz yaşamırlar. Onlar da çətinlik görür, tərəddüd edir, bəzən tək qalırlar. Amma sonunda bir şeyi qazanırlar. Peşman olmamaq. Çünki insan öz həqiqətinə uyğun yaşadıkca, nəticə necə olursa olsun, daxilində rahatlıq tapır. Ən doğru qərarlar həmişə ən rahat olan deyil. Ən doğru qərarlar insanın gecə başını yastığa qoyanda ürəyini sıxmayan, ruhunu yormayan qərarlardır. Çünki həqiqi rahatlıq kənardan görünən asanlıqda yox, insanın içində hiss etdiyi sükutunda gizlidir.